Qonağım Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur. Bugünkü mövzumuz 11 mart Böyük Xalq Günü ilə bağlı, bugün keçirilən iclasla bağlıdır, toplantı ilə bağlıdır. Bugünkü toplantıda kimlər iştirak elədi, hansı qərarlar qəbul edildi, məqsədi nə idi? Demək, bugünkü toplantının əsas məqsədi, hədəfi Azərbaycan gənclərinin mart ayının 11-nə planlaşdırdığı Böyük Xalq Günü tədbiri idi və bu tədbirlə bağlı Azərbaycan hakimiyyətinin son günlər gənclərə qarşı, onların hüquqlarına, haqlarına qarşı həyata keçirdiyi aksiyalara münasibət məsələsi idi. Tədbirin əsas iştirakçıları, əvvəla bunu qeyd edeyim ki, demək, tədbir bu situasiya çox sürətlə yetişdiyindən çox qısa müddətdə təşkil olunmuşdu. Yəni, dünən biz qərara gəldik ki, bugün toplaşaq və bu məsələyə münasibətimizi bildirək. Əsas məqsədi ondan ibarət idi ki, həmin o gənclərin konstitusion hüquqlarının, fundamental hüquq və azadlıqlarını ifadə eləmək istəyinə dəstək vermək, hakimiyyətin onlara qarşı tətbiq etdiyi zorakılıqlara, o cümlədən artıq konkret olaraq həbslərə münasibət bildirmək və eyni zamanda gənclərə göstərmək ki, onlar tək deyirlər. Onların haqlarını müdafiə edən vətəndaş cəmiyyəti fəalları da var. Hansılar ki, Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələridir, hüquqşünaslar, media təmsilçiləri, hüquq müdafiəçiləri, müxtəlif demək, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, rəhbərləridir. 11 Martın məğzi ilə bağlı məlumat verməyinizi xahiş edirəm. Çünki ictimai fikirdə bəzən elə bilirlər ki, bu küçələrdə etirazlar olacaqdır, sonra nə bilim şüarlar olacaqdır, nəsə hücumlar olacaqdır və ilə axıra. Bunun məzmunu nədir? Məsələn, bu virtual etiraz necə olur, nə cür olacaqdır? Bilirsiniz, söhbət orada təkcə virtual etirazdan getmir. Bu məsələnin siz dediyiniz kimi təqdim olunması Azərbaycan hakimiyyətinin yanaşmasıdır. Çünki Azərbaycan hakimiyyəti istənilən bir aksiyanı dövlətçilik üçün, xalq üçün təhlükə kimi təqdim edir və bundan sonra da öz ənənəvi üsulları ilə, yəni güc tətbiq eləməklə, zorakılıq tətbiq eləməklə, insanları həbs eləməklə, döyməklə bunun qarşısını almağı demək planlaşdırır. Və eyni ilə də bu məsələyə münasibət əvvəlki aksiyalardan fərqli deyil. Bəs 11 Mart Böyük Xalq Günü nədir? Bu, ilk növbədə Azərbaycan gəncliyinin Azərbaycanda fundamental hüquq və azadlıqlara hakimiyyətin tətbiq etdiyi məhdudiyyətə etirazdır. Yəni, burada söhbət hansısa bir konkret götürülmüş yerdə bir mitinqin və yaxud nümayişin və yaxud piketin keçirilməsindən getmir. Söhbət gəncliyin ən müxtəlif formalarda bu şəraitə və Azərbaycan hakimiyyətinin apardığı siyasətə etirazın ifadəsindən gedir. Yəni, bu etiraz ifadəsi deyək ki, gənclərin böyük qrup şəklində şəhərin hansısa bir hissəsində gəzintiyə çıxmasından ibarət ola bilər. Onların haradasa hətta bir əyləncə tədbiri təşkil eləməsindən gedə bilər. Onların deyək ki, etiraz aksiyaları da keçirməsindən gedə bilər. Bu, tamamilə fərqli bir aksiyadır. Yəni, bu elə bir aksiyadır ki, bu, deyək ki, bütün həyatın, sosial həyatın, mədəni həyatın, siyasi həyatın bütün təbəqələrini əhatə eləyə bilər. Hələlik bu, yalnız virtual demək, aləmdə, sosial şəbəkələr səviyyəsində gedir. Bu, hazırlıq mərhələsidir və bir sıra hallarda demək, bu aksiya ilə bağlı vərəqələr yayılır. Siz bugün bəyanat da qəbul etdiniz və hazırda bu virtual etirazla bağlı 3 nəfər gəncin həbsini qeyd etdiniz. Bu gənclər kimlərdir, niyə həbs ediliblər, onlar hansı şəbəkənin üzvüdülər və hansı fəaliyyətə görə həbs ediliblər? Sizin bəyanatınız nədən bəhs edir? Deməli, bizim bəyanatımız ilk növbədə dediyim kimi gənclərə dəstək ifadə eləməkdir. Hakimiyyətə mesajdır ki, hakimiyyət bu zorakılığı dayandırsın. Çünki bütün bu siz qeyd elədiyiniz gənclərə qarşı aksiyalar, 3 nəfərin konkret olaraq həbsi, bunlar əslində heç bir qanuni əsas olmadan
tamamilə qanunsuz bir şəkildə, zorakılıq şəklində de facto həyata keçirilib. Bunlar gənc fəallardır. Onlardan ikisi partiyalı fəaldır. Biri müstəqil bir gəncdir, Bəxtiyar Hacıyev. Bütün bu proses başladı Cabbar Savalanla. Bu sosial şəbəkədə çox fəal olan AXCP Gənclər Təşkilatının üzvüdür, Sumqayıt Universitetinin tələbəsi və onun cibinə narkotik maddə atıb həbs elədilər. Mən bunu əminliklə deyirəm. Ona görə ki, baxın, son dövrlər Azərbaycanda son illər narkotik ittihamı ilə həbs olunanlar kimlərdir? Mən Mirzə Sakiti bilirəm, məsələn. Eynullah Fəthullayev. Eynullah Fəthullayev. Hətta həbsxanada onun üzərindən narkotik maddə tapıldı. Avropa Məhkəməsinin qərarının icrası haqqında müddət gəlib çatanda ona yeni ittiham vermək üçün onun üzərindən narkotik maddə tapıldı həbsxanada. Bu absurddur. Və bu gün təsəvvür eləyin ki, bir gənc, hansı ki o həbs olunanda onun üzərindən çox yoxsul bir ailənin övladıdır, atası yoxdur. Onun üstündən 1 manat pul tapılır və narkotik maddə. Yaxşı, bu insan hansı pulla əldə elədi o narkotik maddəni? Axı, bu ümumiyyətlə narkomandır. Mən əminəm ki, ekspertiza təyin olunub və gənclər, həkimlər sübut eləyəcəklər ki, o narkomandır. Mirzə Sakitin məhkəmə prosesi mənim yaxşı yaddaşımdadır. Yeri gəlmiş ki, mən özüm ixtisasca həkiməm və orada həkimin danışığına görə ən az ona bir 10 il iş düşürdü. Onu əbədi həkimlik fəaliyyətindən məhrum eləmək qərarı düşürdü. Yəni, burada artıq söhbət zorakılıqdan gedir. Digər bir gənc, Dəyanət Kərimov, bunu ümumiyyətlə küçədən tutub aparıblar və 2 sutka ərzində heç kəsə məlumat verilmir ki, bu insan hardadır. 2 sutkadan sonra bəlli olur ki, o məhkəmə qərarından 10 sutka həbs cəzası alıbdır. Və nəhayət Bəxtiyar Hacıyev. Bugün mən 11 Mart Böyük Xalq Günü qrupunun, yəni o səhifəsinə baxdım. Təxminən 30 mindən çox insana sorğu göndəriblər. 3000-ə yaxın insan bu etiraz aksiyasında iştirak edəcəyini təsdiq edibdir. 5000-dən yuxarı insan etiraz aksiyasında iştirak etməyəcəyini təsdiq edibdir. 2000-ə yaxın insan ola bilər ki, iştirak edəcəm sualına cavab veribdir. 23 min insan isə hələ də gözləmə mövqeyindədir. Yəni, sorğuya cavab verməyibdir. Necə qiymətləndirirsiniz? Bu aksiya nə qədər effektli olacaqdır? Mən hesab edirəm ki, birincisi o statistika əsasında mülahizə yürütmək ki, iştirakçılar nə qədər olacaq, bu yanlış ola bilər. Baxın, o 23 min gözləmə vəziyyətindədir. Mən deyərdim ki, onlar əslində aksiyada iştirak eləmək istəyənlərdir. Sadəcə olaraq başa düşürlər ki, Azərbaycanın xüsusi xidmət orqanları, digər dövlət orqanları həmin o səhifəyə nəzarət eləyirlər və o insanların siyasını əldə eləyirlər. Sonra onlara qarşı, məsəl üçün Dəyanətə qarşı və yaxud Cabbara və yaxud Bəxtiyara qarşı olan şeylər həyata keçirilə bilər. Bunu nəzərə alaraq onlar qeydiyyatdan keçmirlər, reaksiya vermirlər. Amma əslində o onların daxilindən gələn bir məsələdir. Amma başqa məqam da var. Başqa məqam ondan ibarətdir ki, axı, hökmən deyil o kimlərə dəvət göndərilir. Bu tələbələrdir, gənclər əksəriyyəti. Bunlar öz ali məktəb tələbə yoldaşları arasında bu işi aparırlar və onlardan da gəlib aksiya qoşulanlar olacaq. Mən hesab edirəm ki, və bizim bugünkü ilkin araşdırmalarımızda göstərir ki, gənclər arasında bu aksiya maraq çox böyükdür və hakimiyyət əslində hakimiyyətin narahat olması, narahatlığı müəyyən mənada anlaşılandı. Amma o narahatlığın reaksiyası, qeyri-adekvat reaksiyası bu anlaşılan deyil. Ümumi şəraiti necə qiymətləndirirsiniz? Misir inqilabı, Tunis inqilabı və digər inqilablar da təxminən eyni ssenari üzrə davam edibdir. Yəni, sosial şəbəkələrdə yazışmalar, sosial şəbəkələrdə etirazlar, insanların psixoloji hazırlığı, mənəvi hazırlığı, ideoloji hazırlığı və sonra hərəkatlar. Azərbaycanda necə proqnozlaşdırırsınız? Mən sözün düzü konkret bir proqnoz vermək istəməzdim. Amma sadəcə olaraq onu deyə bilərəm ki, Azərbaycandakı durum da hakimiyyətin avtoritarizmi baxımından, sosial ədalətsizlik baxımından, qanunların işləməməsi, fundamental hüquq və azadlıqların məhdudlaşdırılması baxımından o ölkələrdən heç nə ilə fərqlənmir, bəzilərindən isə bir qədər də pisdir durum və ona görə də hadisələrin, deyək ki, analoji senari üzrə Azərbaycanda inkişaf edəcəyini mən istisna eləməzdim.
Studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Bugünkü qonağım Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Əraslan Oruclu idi. Sağ olun. Sağ olun.